Həzaslanov qəsəbəsinə yerləşən villa layihəmizin təmiri davam edir. Jalüz qapı yerləşdirilib, fasadda həm işıqlanma sistemindən istifadə olunub. Evin əsas hissəsində bunlar hamısı penoplastla döşənib, termoizolasiya olunub. Villamızın su təchizatı sistemi 2 ədəd 1500 litrlik çənlə təmin olunub. Boiler sistemi çəkmişik. Giriş hissənin qapısı xüsusi qapı qoyulub. Daxildə gedən işlərimiz yekunlaşmaq üzrədir. Birinci mərtəbədə istipolla təchiz olunub. Tamamilə istipol. Tavan hissə tamamilə yekunlaşıb və elektrik sistemləri tam çəkilib. Sol tərəfdə isə mətbəximiz yerləşir. Artıq mebel yığılıb. Pilləkən hissənin metal konstruksiyası tam hazırdır. Üst örtü olaraq fıstıq materialından pilləkənlər qurlaşdırılacaq. İkinci mərtəbədə işlərimiz demək olar ki, yekunlaşıb. Mən sizi master yataq otağı ilə tanış eləyəcəm. Divarı boyadı, elektrik təchizatı yekunlaşıb, havalanma sistemi quraşdırılıb, bir ədəd qardırop, bir ədəd də master sanuzerimiz var. Uşaq yataq otağında artıq elektrik işləri yekunlaşıb, boya işi yekunlaşıb və döşəməsində istifadə olunan laminatdan sizi tanış eləmək istəyirəm. Qalınlığı 12-likdir, klası 32-likdir. Əlavə olaraq bir ədəd sanuzerimiz var, bir ədəd isə qonaq yataq otağımız var. Növbəti iş mərhələləri ilə sizi yaxından tanış eləyəcəyik.